Mallışının sesi opar. Yazık bu zaman. Xəbər verdiyimiz kimi, Göyçayda Yuxarı Şirvan Suvarma kanalının rayonun Şəhadət Qarabağlar kəndi ərazisindən keçən hissəsində partlayış baş verib. Şirvan Suvarma kanalının istismarı idarəsinin rəisi Abbasov Əliqulu hadisə ilə bağlı mətbuata açıqlama verib. O, hadisə yerinə texnikaların cəlb olunduğunu, su basmanın qarşısının alındığını bildirib. Şirvan Suvarma kanalı İstismar İdarəsinin rəisi Abbasov Əliqulu Şüeyboğlu. Müəllim, hadisə barədə nə deyə bilərsiniz? Fəsadlar, xəsarəti varmı? Təxminən saat 16 radələrində Şirvan kanalının Göyçay rayonunun keçən hissəsində 508-ci piketdə sızma baş vermişdir. Kanalda dağıntı gəlmişdir. Dağıntı olmağına baxmayaraq Köynə çay yatağında yerləşdirilmiş, bitişilmiş servisizdən su axır. Hal-hazırda heç bir yerə xəsarət dəyməyib. Texnika və zərər texnikası, canlı qüvvəsi hazırda sahədəyik. Az müddətdə bu hadisələrin qabağı alınacaq. Heç bir fəsad, orta bir şey, sahələrə çıxma, su basma hadisəsi baş vermir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, həmçinin Şirvan Suvarma kanalının İstismarı İdarəsinin texnikaları və canlı qüvvələri, hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda baş vermiş partlayışın fəsadları aradan qaldırılmaqda davam edir. Davud Tarverdiyev, Mətbuat Az. Ой, bu daha da az ya. Ой, gerçek ya. Ой, bu ne oyun ya. Orada kırlar kurarıysa bakıyor. Bu hem oturup burada. Sen turbası kurarıyordun. Ha, öyle onu diyor. İnce diyen böyle diyorlar. Ay aman tanrım. Ay kırıldı torba. Yolun vəziyyətidir. Buydur. Yürü bakalım merkez olur. Sen geri bakalım. Nə gündədir. Güzel.